Biz mehriban bacanaklarıq. Yeri gəlsə dostluq həm də yoldaşıq biz. Dar məqamda etibarlı sirdaşıq biz. Sanki hamı sana doğma əziz qardaşıq biz. Biz mehriban bacanaklarıq. Var ol ay bacanak, nə yaxşı ki belə bacanağın oldu mənim. Hər bir işimizdə bir-birinə dayağı. Bir yerdə olanda olur həyatın acıları, dərdi qəmi. Birdir gördüyümüz hər işimiz, söhbətimiz, hər sözümüz. Mehriban bacanaqları. Oldu da başa düşdük da qardaş. Hə, yaxşı da, bezdirməyək da. 500 manatın söhbətini eləyirik. Kim idi ki? Uşaq mağazasındandır. Kamran velosipetin pulunu istəyir. Sən Kamran'a yox velosipet almışdın ki? Məni yandıran da o da. Uşağı velosipet alan pulunu istəyir, adam yanmaz da. Durduğum yeri gəl məndən. Necəyə durduğun yerdə səndən niyə pul istəsin ki? Abi keçən dəfə Kamran gördüm çox sızılıydı da, pis fikir ki həyata. Nə olar, qonşun uşaqlar kimi mən də istəyirəm velosipetin olsun, mavi velosipet al. Mən də ata ürəyəm. Böyle velosipet sözünün ağzına gətirən kimi ağzının üstünə bir dənə vururum. 1-2 gördüm ki təklənməlidir bu uşaq, təmiz məni söndərir. Sonra Ceyran xala qanımın arasına girdim. Durdum getdim uşaq mağazasına, gördüm bir dənə qəşəng velosipet var. Götdüm bir kurta sürdüm, gördüm ayağıma yatıb. Qızlar soruşdum ki, xanım, bəs bu velosipetin qiymət neçədir? Qayıtdı ki, 110 manat. 110 manat deyəndə istədim qaçıb gəlim evdə Kamran bilir sizə şapalaqlayam. Ləyənə sağ kör şeytan. Qıza qayıtdım ki, sənin böyüyün var. Qoydu ki, burada otur. Girdim, müdürün otağını buz deyə buz. Girdim müdürün otağına, dedim, qardaş, salam mələkki, bəs mən talihəm. Bəs bu velosipeti almaya gelmişim. Üstümde de biraz pul azdı. Ne kadar dedim ki azdı da vapşe yoktu. Bəs kızdan da lise velosipet götürmeye utanıram da. Üzüm gelmedi de kızın yanında. Özüm de jurnalist adamam. İnanmışsan galstukuma bak. O qara galstuk takmışım. Böyle. Dedim ki imkan var mı? Sen bana 110 manat verəsən. Ben 110 manat verim, qızdan velosipetini alıp götürüp orada borcum olmasın. Kişi kimi bir başa səndən əlbəl 110 manat borcum olsun. Fərqi nədir ya? Onu oradan liseyə götürdüm, ya səndən liseyə götürdüm. Şimdi de alına battı, dedi ki, qardaş, ayıb olur. Qarşısında var, jurnalistim. Ala bu sənin 110 manatın, get al. Nə oldu velosipet? Gəldim velosipeti işe eləyəndə, mən bayaq sürəndə fikir verməmişəm. Baxdım ki, bu velosipetin sepi qaradır. Hə. Metalika, qarayla metalika. Dedim, xan, bunun metalika qırmızı variantı var. Dedi ki, kardeş, qırmızı sep olmur. Düz deyil. Yani de, indi o düz deyil, şeydi bir de kulağızda. Biraz cəhilləşdik. Dedim, ma öğretmə. Dedim, biraz cəhilləşdik, nəsə velosipet alası olmadım. Dedim, pulu kişiyə qaytarım. Birdən ağlıma gəldi ki, deyək, kişi deyək, mənlə oyun oynursan. Sakitsənim, gittim. 5-6 ay keçişdi. Tap-patap maziyar bir şey, qardaş, velosipetin pulunu yatmışsa, mənlə oynamışsan, nə qədər düşündəsiz insanlar var. Pislik elədimsə, gərək velosipeti götürərdim, misiyə, pulunu da verməyəydim, qalardım belə, qardaş, velosipet orada, satıcı orada, qiymət üstündə, sat 110 manatını götür da, məndən nə istəyirsən? Hələ bilmirəm bu Fərdən kompüterinin pulunu nətər eləyəcəm. Yaşayışdır. Ay Vəfa, o dünən qonşudanlar səs şüyüldü. Lütfün uşağı olub ona görə. Lütfün uşağı olub? O niyə qışqırırdı ki? Demirəm Lütfün uşağı olub. Ha. Ay qisməti Lütfü də. Tofiqin arvadı Lütfü. Uşağı olub ona görə qışqırıb ağır idi. O niyə adını Lütfüdür ki? O vaxt babası öləndə vəsiyyət eləyib ki, məndən sonra nəvəm oldu, adını Lütfü qoyun.
qismətdən də gəlib qız uşağı olub. Day kişinin vəsiyyətini yerə salmayacaq ki. Adını qoyublar Lütfi. Tanıyanmadım, hansı qonşular? Ay qismət. Lütfi gili də 3 bacı var, Akif, Arif, Lütfi. Tanıdım. Elə həyasızdılar. Mənə min şükür, adım çıxır. Onun məhəbbət dolu baxışları karşısındaki məsum bir köksü para yok, para parçaladı. Nobel müəllim. Bize. Ne yazırsınız? Kimyavi qeydlərinizi yazırsınız? Yok. Roman yazıram. Bilirsiniz, deməli romanda belədir. Bir belə gözəl kadının iki nəvəsi var. Duldur, qonşusu subay bir kişidir. O kadınla evlenmek istiyor ama hiç cür yüreğini ona açabilir. Bak, burada ilişmişəm, bilmirəm onların gözyaşları içinde birbirinden ayrım və yaxud qəhqəhərərlə birləşdirim. Ne deyə bilərəm? Siz qəhrəmanınızı çox qorxaq verirsiniz. O güzel bir təbəssümlə, uşaq şıltaqlığıyla məndən ayrıldı. Gözəl. Yenə oldu. Bu ayrıdan da çox imkanladım, tez tanışmışım, nə tanım, qırıqını çıxar. Alo, bəli qardaşım, talihdir. Yox, haç, nə laq eləmə, elə belə güldüm. Şirini xətin, Allah eləməsin, qurbanım, gülmərəm. Nə acam? Bugün benim belə gözlərim istər. Kimin? Sen öz kızını bu ya Allah başatan versin. Neçə yaşdan mı oldu? 17 bu ya Allah baştan versin. Təbrik edirəm. Deyirəm, mənim də bir oğlum var. Bir oğlum var. Elə onunla qohum olarıq. Kimin? Ha, şeydi də. Kamran neçə yaş var? 6. 14. Bir şey var, yaşında farkı var ki, kim bilir, güneş battığı yerde kama. Yok, sizden kimse Dubai yaraşar mı? Ne, setlerde problem var. Bəli, okuyan uşaqdır. Ayğın onun atası şeyləmez. Bəli. Şeydə bu, Amerika'da Cambridge Üniversitede eşitmişsən? Nətər? O İngiltere'dedir. Ben de İngiltere derim. Döne kadar bu setten de ağır ter kulağa estir ki. İngiltere'deki Cambridge Üniversitesi'nin Bakı filialının yanındaki 225 numaralı məktəbdə oxuyur. Bəli. Nədir qadan alar. Ne yapsınam sonra? Nətər məsləhət? Təbrik eləyirəm. Geçen kız olsun təbrik edirəm. Gözüm üstə ailəm gedəcək. Oldu. Oldu. Gələ. Bu siyahıdır. Evə biraz bazarlıq eləyərsən, meyvə alarsan. Bana kivi şeysən. Ne olur? Qismət. Ne olur? Ne oldu sen? Ne oldu? Ne oldu? Ne oldu? Ay bilmirəm. Sen biraz kurban kurban olsun. Kurban olsun. Ay izledim şu yok. Yok izledim. Qaram ağrıyor. Lütfü değildi. Lütfü Akif Arif. Ay yavaş. Yıkılacak. Bir de ben olanı yara sıkılmaz. Ha, ne oldu ona? Ey, Ne oldu bana? hiç ne bileyim. Ne bileyim işte. Ben çok vurup elifsen. Yok ne danışsan ben meden adamım. Dünənkine səs şuydu. Ey, bafat çöm sen üstüme atmıştı. Onu değilsen ya.
Allah mən Bu da Ona durduğu yerdə birdən-birə nə oldu? mən nə bilim ki, ürəyi bulanır, özüm pis eləyir, belə tenisidir, bir maraqlıdır. Nə bilim mən nə verəcəm? O da elə olur. Sən ağrı bilirdin belə qutaraya. Çalsa 2 zavat olursa, bana da demirsən. Nə danışdın? Ay, İsmet buraya gel. Ay şalok. Deyəsən Vəfa hamilədir. Nətər? Nə? Hayır, çek bak. Şeydi. Şey, hadi. Bak. Gel uzat. Hadi. Taptın. Alımı sakla. Bizi. Nətər? Nətər? Bir dakika. Hayır. Ne var ki? Ne bileyim. Başımı elə etmişəm ki, hiç bilənmişsin ağa. Təmkin olur. Özdə sağ tərəfini tutur. Deyəsən oğlan uşağıdır. Nə? Oğlan! Yavaş. Təmkin olur, qadın alım, özünü tutma. Bu da mən döyürsən, kamera olanda evdə tonqal qalıyam. Təmkin olur. İndi ona iş görmək olmaz. Gərək bütün qab-qaşıq zadı özün yuyasan. Onsuz da özüm yurdum da. Mən də onu deyirəm də. Amma indi gərək təmiz yuyasan. Bilirsən, Vəfaya da heç nə deməyək. Özü bilir. Bəlkə bizə sürpriz eləmək istəyir. Yaxşı. Olur. Ağılın qalır, ha? Hə. İsmet, Allah başına versin. Oğlunun adını ne koymak istiyorsan? Cavidan. Cavidan? Yaxşı. Sen Cavidan cana, bana bir 200 manat pul ver. Tabii, pulum yok. Yok sen haram söyleyeceğim, sen Cavidan canı dedim, ha yaxşı. Ya bir 200 manat söyleyeyim. Kimde Cavidan canlandırsın? Ali. Allah cibine bereket versin. Allah kazancını bol eylesin. Sağ ol. Var deyilsə, başına töysün. Səndən mən səni tanıyandan qismət. Hələ əl açıb Allahdan özümə bir şey diləməmişəm. Həmişə deyirəm, ay Allah, o qismətin varını yetir, o qisməti dövlətdə elə, ona pul yetir, mən ondan qoparlıq olmayacam. Allah Cavidan canı sağ eləsin, canı sağ olsun. Sağ ol Ayet abi. Özde oğlumu özüm böyüdəcəm, küçük kimi böyüdəcəm. Allah qoy Vəfa böyütsün. Evet deyirəm, küçük kimi böyütməliyəm. Onu nə danışsan, özüm Ay böyüdəcəm. qardaş, istəyirsən oğlun kişi kimi böyüsün, Hə. o yanda Vəfa böyüsün da. Şeydi, Cavidan canı bir, onu bəxtim şeydi, qismətdə o sər Vəfa bacım, yaxınlaşdı, ay Talih qardaşımsan, qismətə deməyə tanrım amma ürəyim neyvə istəyir, bu siyahını qismətə verərsən. Qadın xeylər, ürəyinə istəyir, qadın xeylər. Nə istəyir? Hadi yaxşıdan sən də qada qalarım. Bu uşaq söhbətini heç kim bilməz. Nədir? Bu uşaq söhbətini heç kim bilməz. Bir daha qada. Burada diriyət məsələsi var. Gələ. Hamısını yiyəcəksən. Gələ bunu da. Təzələ. Ud onu. Ud onu. Uttum. Bunu da ye. Nə yeyirsiniz? Nə yeyişməkdə? Ad günüdür. Qatışma Talih. Bulçu yedizdirəm buna. Bunu da ye. Qatışma sen Talih. Trənləri köşkün qabağından keçirəm. Görək bir dənə mərifətli olacaq. Adam qəzetimizi almaq istəyir.
Bu əclaf yaxınlaşıb həmin adama deyir ki, pulu qəzetə verməkdənsə, elə ki 20 qəpiyə bir bulka al özünə yeginə. Ya alay. Yecəksin onu! Yedirəm. Bax belə bəsdir. Keç yerinə otur Xəli. Sən də dur, keç öz yerinə. Hara cəhənnəm o öz yerdə ki. Dayan. Ürəyim bulanır, hə? Qismət hanım, Xəli? Evə meyvə almağa gedibdi. Təcili. Nə almağa? Meyvə almalıdır, təcili meyvə almaq lazımdır. Başa düşmədim. Bu nə deməkdir? Sizə deməmişəm. Nə? Biraz yaxın oturun. Özlərimizə qalsınlar. Bir daş altdan bir daş üstdən məndən söz sıxmayıb. Bu yaxınlarda qismət ikinci vaat olacaq. Özdə oğlan uşaqdır, Cavidan. Nə danışırsan? Yaxşı. Şad xəbər olasan. Əladır dayı. Çox mən şübhələndirirdim amma Oradan da kişinin iki evladı olur. Xansuvar müəllim, bu emblemi deyirdiniz? Ay sağ ol, bax o emblemi deyirəm. Xəbərim var, təzə xəbərdən. Yox. İlan ürəyin patlayacaq qismətində. bir dəqiqə dayanaq kişi, söhbət eləyin, yox dediyi öz aramızda qalsın da. Deyirsə bilir, o qismətin şok məsələsi, Cavidan söhbət edir. Zat deyir, Murad da deyir ki, usta heç kim bilməz. Bir daş altdan bir daş. Söhbət deyil haqqımızda da. Hala bu bankda bezdirdi. Hala. Hə qardaş. Bugün akşama pul 100% bugün akşama çatdırırım. Ay yok ki prosta bu ben paçanağımın uşağı olası da oğlan uşağı Cavidan. Biraz başıma karıştı. Kurban hanım da hiç bilmezsen. O kimdi orada söz? Kaç lira başsa ki başı karışık da ha paçanağımın oğlu olası Cavidan. Başıma karıştı. Ben hiç bilmezsen kardeş. Söhbət değil ki bu yayısı. Ne oldu kadına? Ne oldu? Təbrik edirəm. Elə sevinirəm səni özüm. Belə bir baba oluram, Allah haqqı. Çox sevinirəm səni. Otur burada görüm. Təbrik edirəm. Onun adını Cavidan qoy. Çünki sənin kimi ataya Cavidan adlı bir igid yaraşır. Sənə oğul yaraşır. Çox sağ ol. Böyle tona gələk, bir tona gələk. Qapında kuzu kəsməkdən. Gör onun toyunda, ayaq yalnız oynayıram yoxsa yox. Allah qapında həmsinə verəcək. İnşallah. İsmət, sən elə insansan ki, sənin hər bir işində perspektiv var. Çox sağ ol Xansuvar müəllim, çox sağ ol. Mən də sizin xətrinizi çox Nəysə. sevirəm, çox sağ ol. Keçək işimizə. Hə. Bu nə məqalət yazmışsan? Xansuvar, Xansuvar. Yazmışsan! Ballarını da. 50 dəfə tapşırmışam. Mən öyrənəni sən gəldi yazsın. Oğlumun başına git Xansuvar müəllim, ya. Sakitləş. Balamsın, əsəblərimiz də valla. Sakitləş Xansuvar. Şimdi dedim de bu sefer heç kim bilməsin de. Açdınız, yaydınız hər yerə. Nə olacaq, hə bu söhbətin axırı? Ay görsən necə olacaq? Necə olacaq, hə görəsən? Necə oldu? Yaxşı, normal. Hə, onu demirəm. Açıq deyirəm, necə oldu? Yaxşı, sağ olun. Bəsə, keçək sənin məsələnə. Mən sənə keçən səfərlə tapşırmışdım. Nə? Sənə demişdim, məni biabır elə, söy, ağzına gələni yaz gələn o qəzetdə. Niyə yazmamsan? Xansuvar müəllim, yadımdan çıxdı da. Bu işte o. Ay qız, sənin o yadından çıxarmaqlara görə bizim qəzetimiz yenə də satılmır. Sonra riski niyə qəzet satılmır? Çünki insanın yaddaşı pozulur, skleroz olur gez-gedə. Ama bir şəkildir, vur. Sakin dur. Aç da pərdənə, qurban olur. Niye Xansuvar müəllim? Zat niyə? Bilmirəm. Ha, məqalə yazma düşdü. Mən heç də yazmamışam. Talih, Hadi. o Sırayüzü şokolad fabrika açılmışdı. Biz Ha. reklam ilaçlarına Durun. Ha. Onu yazma. Niye? Bankrota getdilər onlar. Qurban olaram bizim o halal nimətinin bərəkət kalvasılarının şirkətinə. Allah onların bərəkətini başından töksün. Onlar olmasa biz batarıq. Onlar olmasa bizi heç it yerinə qoyan olmaz. Ne oldu ki? Reklam edəcəklər bizi qardaş. Onlar bizi nətər? Partiyada elə bir kalbasanın üstündə yazırlar ki manqal üstü, altından yazırlar Şırıqlı qəzetinin təşkilatıyla. Hə, bizdə bir sponsor var, bizimlə yaman ciddi maraqlanır. Ona görə işdən çıxan kimi dönə-dönə deyirəm, birbaşa evə. Necə yəni birbaşa evə? Demirəm mi, çox ciddi maraqlanır bizimlə. Tutsalar,
elə belə qutaran deyil. Təpişillə ilə canınızı qutara bilməzsiniz. Mənim kimi adam onların əlindən güclə qaçmışam. Çox ciddi maraqlandım. Qismət, balalarını yetim qoyma. İşdən evə, evdən işə. Neyse, geçək məqalələrimizə. Təsərdə də istəyirəm ki, Ay qız, bu sədaqət də yoxdurmu qonşumuz? Üzböz. O da hamilədir axı. Yaxşı. Apardılar onu Uziyə, yoxlatırsınlar, görsünlər oğlandı, qızdı, nədir, cinsini öyrənməyə uşağın. Uzi baxıb, deyib ki, oğlandı. Bir sevinirdilər, gəliblər evə, yiyib, içmək, deyib, gülmək. Sevindiklərindən deyiblər, qoy gedək, bir də yoxlatdıraq, dəqiq olsun da, sevinək. Gedib baxıblar, bu dəfə aparat deyib ki, qızdı. Çaşıb qalıblar belə, gəliblər evə belə, fikirləşirlər görəsən hansı düzdür, oğlandı, qızdı. Deyiblər ki, bir həftə keçsin, gedək, bir də yoxlatdıraq, dəqiq bilək. Bir həftədən sonra gediblər, aparat deyib, heç nə yoxdur. Nə oğlan, nə qız. Öyle şey olur. Sən demə, heç bu sədaqət hamilə də döyülmüş. Bu çəkirama verişi yoxdurmu? Sədaqətlə kamera zarafatı eləyiblərmiş. Çekir ama gel orada çıkar. Yazıq qız, elə pis olub ki. Görür da pis olur da. Necə sən ağrımırsan? Biraz ürəyim bulanır. Biraz bulanır. Bir də əlim ondan çay içərsən keçər. Hər şeyi çox rəyinə salma. O, Diyanım mən eləyim. Ben üzülsem, neçə vaxtı belə sizi tək-bətək görmürəm və soruşmaq istəyirdim ki, mən bir söz demək istəyirəm. Xalaşırım, mənə qulaqsın. Soruşmaq istəyirəm ki, niyə görə siz ikinci uşaqdan sonra stop elədiniz? Niyə? Bilirsiniz, Yox. o vaxt böyük qızım Vəfanın anadan olmağına bir həftə qalmışdı. Bir də xəbər gəldi ki, yediyarı tutub salıblar türməyə. Nəşən? İnanırsınız, doğum evinin bütün xərcin yazıq anam çəkdi. Elə? Sonra ikinci qızım Arzu'nun anadan olmağına 2 gün qalmışdı. Yenə də xəbər gəldi ki, yediyarı tutub salıblar türməyə. Nəşən? Yenə də doğum evinin bütün xərcin yazıq anam elədi. Elə? Sonra üstündən 5-10 il keçdi. Bax elə söz vaxtına çəkər. Oturmuşduq Yediyarla belə üzbəüz. Soruşdum ki, ay Yediyar, Bəli. istəyirsən bir oğlumuz olsun? O da dedi ki, ay Ceyran, nə məndə türməlik can qalmayıb, nə də ananda doğum evlilik pul. Tutar bu uşaq söhbətini. Beyaz geceler, görüştüm yarınla dünyalar kadar. Beyaz geceler, sirdaş oldu bana beyaz geceler. Lay lay lay, lay lay lay. Eze bu ne yazmışsın yine? Ne? Gel buraya. Beyaz geceler, görüştüm yarımla dünyalar kadar. Beyaz geceler, sirdaş oldu bizler dünyalar kadar. La lay 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 lay. Bak bu ne yazmışsın? Özünüz demediniz ki show business'tan yaz. Yazmışam da, ne istiyorsan. Bu işte o. Ha kızım, ben dedim sana ki show business'tan yaz. Ben sana demedim ki mahnıların sözlerini götür koy bura. Ayıp diyor. Salam. Aleyküm salam, hoş geldiniz. Narahat elədiniz. Yok Allah nasıl ayıp olar. Buyurun geçin. Siz çıkın bari, test. Birazdan gel bakırlar sözüne diyeceğim. Buyurun ben. Aleyküm sana gitme. Kesin oturun buyurun. Özür istəyirəm biraz. Səviyyəsizliyi də özürləsəm. Necəsiz konsol? Çox sağ olun, siz necəsiz? Sağ olun. Gəldi ayın axırı. Həmişə ki. Ayın axırı gələndə mən biraz çox heyecanlandım açığı. Siz Xansor müəllim, bu keçən ayın hesabatıdır. Nə qədər olmuşdu axınızdakı? Sizdə yəqin ki hər şey düz olar, mən sizə inanıram. 55-56. Ha, 55 Zəhmət olmasa axırıncı qəzetinizin birini verin. Axırıncı
deyəndə ki, hər dəfə eyni tiraj. Bax, bəri başdan deyirəm, 4 dənə qoşa oldu, oynayır, 5-ci qoşa hesaba gəlmişə kişinin. Bax, qardaş, birinci dəfə mən qaçışdırıram, sonra xalaz olan qaçışdıracaq. Üçün ikisi sizdə? Gəl 101 oynayaq. Doğru oynayaq. Bir qoşa var. Altın biri məndədir. Gəl. 6-dan 2-dir. 3-dən 5-dir. Çay içirsiniz? Yox, ayaqqabı ayağımı sıxır, ona görə istəmirəm. Təzə ayaqqabı alın da, yəni soruşuram çay içirsiniz? Bilmirəm, ayaqqabı ayağımı sıxır. Başa düşmədim mən sizi. Uşaq vaxtı yıxılmışdım, baxım əzilmişdi, yaxşı işilməyib də. Onda sizə çay qətiyyən olmaz. 5-dən ağdır, 5 xal mənə. 6 qoşa, 4-dən 6 qoşa, 20 də mənə yaz. Çekil. Şimdi bak. Su. Oğlum. Sen ölenlerden gördüler su. Yaşa buradan. Bir sakan su. Ya yavaş abala. Yavaş gürültü geç. Kes şöyle kes. Ay kız. Su. Cümle sana. Yapma. Nasıl görüp? Orada. Ay kız bir sakan su var orada. Abala sen Su. teyzene görüp hiç. Ne cümledi bu? Bak şimdi kohum da. Su ver bir daha da. Suyun pulunu niye vermişsin? Sen kimsen? Su idaresinde. Su pulu yıkanamda da. Sen? Niye vermişsin? Ha ben bak buraya çöktü sen düşünürsen. Birinci de böyle suflu yılan görürüm. Bu ne değil? Neyliyim Yukarıdaki komşudan pul alırdım. Ha. Suyun pulun. Söhbət eləyirdi. Ha. Vermedi. Şuna bak. Bizim ne kadar borcumuz var? Sizdə deməli 9 nəfər 18 manat. 9 neşin. 8 defa. Səhər talep tutdu məni. Hə. Müştılıqladı 5 manat aldı məndən ki, bundan sonra 2 manat artıq alırsan da bizdən. Hə. Elə bil qismətin yoldaşı hamilədir. O da Elə bir yok hamilədir. ha. O da 2 canlıdırsa, Hə. 9 nəfər edirsə də. Su yığa. Susuzluğundan yanıp özünü burada dürten su yıkan oğlan bizde su gelmiş. Su gelmiş. Gəlmir. Yok. Hamı elə deyir. Yoxlayarıq. Neyi yokluyorsan? Suyu. Dayan. Buraya gel. Baxay. Bəs deyirsən su gəlmir axsaqqal. Belki sana bir mürebberi çay yakşı yılasın. Zəhmət olmasa, zəhmət olmasa. Zəhmət olmasa. Və paxlava var. Ha, sakla canım sakla. Güzel. Ha? Ne? Yakşım nerede teyze sen git. Ha, Bunları sonra getireceğim. Axsaqqal, bəlkə evdə uzun yox. Evdə bəlkə oxluqdan, şvabradan, belə taxta bir şey nəsə var. Onu ne diyorsun amala? Qonşuya gedirəm. Onun da həmişə iti var da. İtin qısqırdır üstümə. Qovur məni işə kimi it. İşdəkilər deyir ki, pul gətirməsən səni iti qovan kimi qovacaq. Mən özüm it ilinlənəm. Ümumiyyətlə itlərdən zəhləm gedir da. İndi neyim özüm də itin günündəyəm. Uzun bir şey ola bəlkə bir qonşunun iti ilə bir şey bacarar. Çağırdın bir iç söhbetini. Şükür Allah'a. Buna bak. Bir komşumuz vardı ya sana ne kadarsa borcuydu ya. 800 manat, 700 manat. Ha, Diyen gönder. Onu aldı o. nə yalan danışım. O 800 manat almaq üçün 50 qəpik xərcim çıxdı. Düşün. 1 litr benzin. Dayandım balkonun altında. Töktüm başıma spitsika əlimdə. Dedim, verməsən pul özümü yandırıram. 800 manat. Axsaqqal, yollar var da. Yollar var. Pul almağın yollar var. Hara gelsin. Yaxşı söhbetlerim var. Söhbetlerim. Nümayişin sponsoru Min Bərəkət Halal Nemət şirkətidir. İstəyirəm bu həftə körpələrə ata qayğısı haqqında məqalə yazaq. Yaz.
Qismət. Ha qismət, bunu... Qismət. Ha qismət. Qismət. Ha. Qismət. Həmişə bu mənim günümü qara edirsin. Xəyallarda da imkan verir. Özüm gördüm. Takılsan ama bir daş attan bir daş sen de at. Niye? Sen ki de böyle yatırıp da kal. Ha, koy ekran kuralı. Koy kuralı olma. Koyuram. Hasbe, Hadi. ben 2 yaşım var sana, sen uşaqsan. Ayıp değil. Ha, niye evlenmiyorsun? Bir kısmete bak. 2 uşağı var hocam. Simüzer de her gün zən gelip beynimi xarab edir ki, o həsrəti orada bir toy elə. Ben neyini ben elə evlənsəm kim baxacaq mənim uşaqlarıma? Elə deyirsən evlən. Hə, sən gör nəyi fikirləşirsən. Əvvəl bir qız tap, nişanlan, evlən, sonra uşaqlar. Dayı qız tapmışam. Bu yaxınlarda elə bir ki boşanıb 4 dənə də uşağı var. İndi mən evlənsəm o uşağın 3-ünə sən baxasın. Birdə mən necə baxacam o biraz çaşdırır məni. Xəbər elə uşağın doğma atası baxsın da o axırıncı. O vaxt Yediyarla biz toylara gedirdik. Güzel. Benim ansamblımda kanon çalan idi. Ne? 500 manat kazanırdıq da. Güzel. Məhərrəmlik ay gələndə toy olmurdu deyəni acından qırılırdı. Güzeldi. Yazıq Yediyar əlaçsızlıqdan gedib doğum evində işə düzəldi. Hardır? Doğum evində. Həkim. Yox əşibə həkim. Qapıda dayanırdı. Gəlib gedənə xəbər verirdi. Müştuluq pulu kazanırdı da. Güzeldi, güzel. Sizden bir söz soruşmak Yok, istedim. hayır, sonra. Uşaqlar gidelim sonra. Siz neçə qardaşsınız? Ha, biz 3 kardeşik. Evin böyüyü sizsiz. Evin böyüyü benim kiçik kardeşimdir. Yox, işləyəm mən. Bütün fikrimi toplaya bilmirəm, hep bəyəxdən. Nəsə alınmır, talih. Bilmirəm, nə edeyim. Nə məsləhət? Qismət. Gəl sənə bir qardaş məsləhəti verim. Qulaq as. Uşaq anadan olandan sonra apar qoy 40 gün ana nəsildə qalmalıdır. Apar qoy Ceyrangilə. Ha, bu təzəmi çıxıb. Tüzə çıxıb və Kamran anadan olandan sonra apardım qoydum Ceyrangilə 40 gün orada qalsın. Sonra yaddan çıxdı elə 7 ildə orada qalırıq. Düz Ceyran arada deyir ki, ay uşağı arvad uşağına bax aparsın. Hər dəfə deyirəm işdən tez çıxanda aparacağım. Yəni qardaş dolanışının yoludur. Üstündən yük götürülür. Sən mənə bacanaq yox qardaşsın. Mən sənin xətrini dağlar qədər istəyirəm. Bir də dayan.
Alam özün, halallık edirəm. Halal xoşum olsun, sən qardaş əvvəlsən. Ləyaqətmand olsun götürən mənəm. Sən haram olar bu pul mənə. Halallığını ver. Əgər mən sonra pul istəməmişim, eləməmişim, durduğum yerdə mənə pul verirsən. Önce bu şübhə gəldi mənə, haram olar. Qoy cibinə. Hər şey pulla deyil, qardaşlığı pulla almaq olmaz. Bacanaq yox, sən mən qardaş deyirəm. Sizə. Deyirəm, oğlun oğul dərdi var, qızın qız dərdi var. Demə bacan, Allah başına gətirsin. Sağ ol qadam. Qıza nə var ki, böyüdü, ələ verdin, çıxdı, yetdi qutardı. Amma oğul, oxutmalısan, işə qoymalısan, axıra kimi göz nəzarət eləməlisən, adamı saça qarır. Elədir bacan. Sən Cavidan haqqında nə fikirləşsən? Onu hara işə qoyacaksın? Vaxtı heç fikirləşməmişəm. Nəsə belə ağlıma batmayıb, beynimə girməyib o söhbət. Sən çox diqqətsiz valideynsən, bir yavruculuk. Ləyaqətmand olsun mən sana, sözüm yoxdur. Şeydir, mən bir imkanlı dostum var. İmkanlı dostum? Tanışım var. Onun böyük bir iş yeri var. Özü Abdelkadir yerdə boşdur. Kakaraz bugün onun kızının ad günüdür. Deyirəm, bəlkə gedim ora, onunla danışım. Cavidan ora ilə Abdelkadir yerinə işə düzəldək. Biraz gözləyərlər, sonra zardan işə çıxardı. Qadan qalın bacanaq, gör nə verirsin. Əmsi döysən mi bu? Ona deməkdir. Onda belli et, sən o bəlkə yüzün üstünə bir 100 də qoy. Mən onun qızının adı üçün təbrik eləyim. Bir hədiyyə yapalım, təbrik edeyim, Cavidan da işini orada danışım. İşə çıxsın da qardaş. Amma Cavidanın maaşı mənlik deyil. Oturar Cavidanla üzbəüz qiymət danışlar, öz maaşını alsın qurbanım. Cavidan yerdə mən danışam, mənə qiyməsin. Mən nə bilməyəm, o şəhərə gedim istəyir. Uşağın Talih, nəsə belə uzun dərə söhbət oldu, nəsə beynimə batmalı Talih. Batmalı beynimə, nəsə. Özün bilərsən, qoy sənin oğlan institutu qutarıb çöllərdə qalsın. Qoy elə ölənə ki, mənə sağ qarmış eləsin, lənət olsun. Sabah gəlib mənim yaxamdan tutub demək ki, Talih, bacanaq, sənə qurban olun, mənim oğlum bir yer ilişdir. Onda sənin ağzının üstündən bir dənə ilişdirəcəm. Bir dəqiqə daha. Talih. Mən olmasaydım, Fərdə də işsiz idim deyəşim. Talih, götürdün mü? Gör nə qaysən Talih. Mən gedirəm açınla qulaq as. Sən də qaşır vəfanın rəyənə istəyir. Talih, bir də qulaq as. Deyirəm, bəlkə bu 200-ün üstünə bir 50 də qoyasan, elə danışım, ona staj yazılsın da, Cavidanın inidən staj yazılsın. Yox, Talih, mən piktivini yalan pişaqqı hesabla aram yoxdur. Halallıq olsun. Bir də, Talih, gör tanışın var mı bankomat dəstgərlik məsələsində? Hə, onu da şey deyərəm, belə. Qırğızistan paytaxtları. Hiç gel. Sen Kırgızistan'dan gelmişsin ya. Bu şey, ata o biz kaldığımız yer nerede? Ağol. Geçtim.
xanımın anasısınız. Bəli. Mən də bacısı. Bəs atası kimdir? Atası ölüb, anası doldu, ben de subay. Başta sizleriniz var. Bu kimdir? Bəli. Bunu bir soruşum. Yoxu soruşum. Ben Həkim əyləşin siz Allah, əyləşin. Həkim, deyin görüm, uşaq nətərdir? Şükür Allaha yaxşıdır. Şükür Allaha, şükür. Oğlandı yoxsa qız? Bir oğlan, bir qız. Oy, səni şad xəbər olasan, səni şət yalasan, ay qismət, səni görür, zəllin, zəkkət olasan. Yaxşı da, sakit ol. Sağlamdılar? Bəli, sağlamdılar, şükür Allaha. Qız rəqsə millidir, oğlan isə çox sakitdir. Atasına oxşayıb, atasına sən parça parçalasan, ay qismət, oxşayıb, atasına oxşayıb. Bayaqda oğlan mənə deyir ki, futbolçu olmaq istəyir. Bu, nətər deyir? Görün də hansı zəmanəyə gəlib çıxmışıq. Səni tikə-tik olasan, ay qısa. Görəcək günlərim sənə qabaq deyir. Hələ qızım deyir ki, mama, mənə qırçınlı don alarsan. Rəqsə gedəndə geyinin. Başa düşmədim. Necə yəni başa düşmədiniz? Qırçınlı don. Başa düşdüm, rəqsə görə istəyir. Bizim uşaq. Sən Vəfanın uşağından danış. Xanım, Vəfanın uşağı yoxdur ki. Bu. Bəs niyə ürəyi bulanırdı? Sadəcə onun mədaltı vəzinə soyuq olubdu. Ona görə ürəyi bulanırdı. Tabletka yazmışam. 2 dənə səhər axşam pneumat eləsin, ifsyo, keçir gedəcək. Sən zəllin zəkkat olasan, ay gitmə. Səni görüm tikə-tik olasan, kənələ gəlməsin, ay gitmə. İndi mən qismətə nətər deyəcəm ki, sənin uşağın olası olmalı. Gəl nə kimi qızım? Ah, bir dəqiqə. Bayaq sizə pul vermişdik. Bəli, buradadır. Oy, xoş getdiniz. Sağ olun. Çox sağ olun. Zəngəliyəcək lazım olsanız. Sağ olun, buyurun. Başım. Qismət, ay qismət, bir dəqiqə bura gəl zəhmət olmasa. Hə, Ceyran xala. Qızım, nədərsən? Qismət, Eşdən, səhər ki, ay şuluq, sözünə görə səndən üzr istəyirəm. Eybi yoxdur, eybi yoxdur olan şey. Nə var şey burada? Həkim dedi ki, uşaq zat olmayacaq. Vəfanın mədaltı vəzinə soyuq dəyib. Gəl. Gəl. Oy. Qəqən həll elədi. Gedi. Mən bu Cavidanın addel kadr məsələsini işini həll elədim. Prosta indi bunu xarica kursa yollayırlar. Sən belə Cavidanı xarici pasportuma ver. 1-200 maddə pul ver, ona viza açdırım. Biraz tez elə. Qanım qaradı, əl çək. Hadi sən də qan qaraçılıq eləmədən, hə? Cəmat mənə göz verirsin. Sən də cəmat söz verirsən. Bunu ver. Talih, Vəfanın mədəsinə soyuq dəyibdir. İşte, uşaqsın, nəysə. Uşaq bir şey olmuşdur, uşaq. Vəfan müalicə eləyər, əsas uşaqdır. Uşaq şey olmuyor. Uşaq zad yoxdur, uşaq söhbəti yoxdur. Yaxşını məncələm, mən təlim. Ürəyimi gedim ki, uşaq eləsə olubdur. Pulu verir ki, şey eləyədər, o bir həyatdadır, bütün o bir tökülüş və həyatda. Tez olur. Talih, sənə deyirəm ki, Vəfa hamilə deyil. Mədə altı vəzinə soyuq dəyibdir. Uşaq söhbəti yoxdur. Sənin başın xarabdır. Mənlə məzələnsən də. Mən bu boyda plan quram, bu boyda iş görürüm, cəmaat ağzı açıram, hə? Mən nə gəzirdim cəmaatını tanımadım adamın qızının altında? Maddəyən lazım, saat qismətin oğlu lazım, saat Cavidanı işə qoymaq lazımdır. Öz oğlun qalıb ortalıqda. Necə öz oğlu işə qoymuşsan? Başım xarabdır da. Gözdən bilərsən. Onda 200 mat ver, heç olmasa Fərdəmiz aldı o işə. Onu yer danışmışım, yaxşı. Neyse, Talih, söhbəti bağlayıb söz. Nə oldu? Heç.
gözüm qaraldı, başım ərləndi, nəsə özüm hiss elədim. Sen tabidan gelir axı. Nə deyirsən, nə deyirsən? Deyirəm 1-200 manat ver, onun vizasını açdıraq. Cavidan vizasız gəlməyəcək. Ağzının danışığını belə. Ya danışıqlar var ha. Yaxşı gəlirəm, mən bu adamı ağız açmışam zaten. Sen bilmədin. Ay, ağız açırsan, mənim pulumla iş görürsən. Özünü düzəldirsən. Özünü düzəldirdin də. Ne diyorsun? Bırak. Abbas. Bırak. Benim Peki. Yer döyürəm sana. Sen ürəyi bırak. Hadi bir kısmı. Yer. Nasıl dur? İndi ona verip abına bulku yetiştirdim. Yer. Sen oğlum istəmir oğlum. Neyse bu ne yazım sen yine? Ne mekaledi? Yo, kızı kullanma. Ayakları şişirip gelir. Yani dar baştan. Dayı kız tapmış ha. Sabah mademə ki, bacana qadan alıb mənim oğlumu bir yerə ilişdirir. Onda ağzının üstündən birdən ilişdirəcəm. Qəşəng bir dənə rəsumət var. Götüm bir çukurta sürdüm, ayağıma da yatırdım. Və həmin Cambridge Universitetinin Bakı filialının yanındakı 225 nömrəli məktəbdə oxuyuram. Mən oxuyan uşaqdır. Bəsdirin siz Allah. Gözəl. Oy. Gözəl. Oy. Bir çəkir amma verişi yoxdur. Yavaş dolğarsan yaşa. Güzel. Bəlkə evdə uzun bir... Yox. Yok subayım ben subayım. Yox, Hə? onu demirəm. Dayan da. Mən gedim, axsaqqal. Sabah Allah qısa. Xalatı sabah gətirirəm. Yolum şam. Yok yolum sen de gel ha. Sağ ol da. Gel sen Allah. Güzel. Burada şu yanın biz vakta düşmeye evde tek kesim yok.